Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərə statika bölməsindən sadə bir sistemin dairə rəqsə qüvvələrinin tapılmasını göstərəcəm. Demək, gördüyünüz kimi bu sistemimiz sadə bir tirdən ibarətdir. Və bu tir A nöqtəsindən ikinci növ dayaq üzərində, B nöqtəsindən isə birinci növ dayaq üzərində yerləşdirilmişdir. Və sistemin tirin üzərinə 3 topa yük tətbiq olunmuşdur. Demək, C nöqtəsindən 40 kN-luq, D nöqtəsindən 32 kN-luq, E nöqtəsindən isə 16 kN-luq bir yük tətbiq olunmuşdur. Və bu yüklər arasındakı məsafə eyni zamanda dayaqlar arasındakı məsafə göstərilmişdir, şərtdə verilmişdir. İlk növbədə biz bilməliyik ki, bu ikinci növ dayaqdır. Və demişik ki, ikinci növ dayaq həmçinin də buna tərpənməz oynaqlı dayaq deyə bilərik ki, bu dayaqda iki növ dayaq reaksiya qüvvəsi olur. Biri üfüqi istiqamətdə, buna RAX adlandıra bilərik. Digəri isə şaquli istiqamətdədir. Bunu da RAY dayaq reaksiya qüvvəsi adlandıra bilərik. B nöqtəsində olan dayağımız isə birinci növ dayaqdır. Buna həmçinin tərpənən oynaqlı dayaq da deyə bilərik və birinci növ dayaqda bir dayaq reaksiya qüvvəsi mövcud olur. Bir dayaq reaksiya qüvvəsi olduğu üçün yalnız bir istiqamətdə, şaquli istiqamətdə bir qüvvə, bir dayaq reaksiya qüvvəsi çəkirik. Buna da RBY deyə bilərik. Və indi isə bizdən bu dayaq reaksiya qüvvələrinin qiyməti istənilir. Demək, dayaq reaksiya qüvvələrinin qiymətini hesablamaq üçün statikanın müalicə tənliklərindən istifadə etmək lazımdır. Demək, statikanın müalicə tənliklərindən biri burada qeyd edeyim, sigma fx bərabərdir 0 tənliyidir. Yəni, x istiqamətində olan qüvvələrin cəmi 0-a bərabər olmalıdır. Yəni, üfüqi istiqamətdə olan qüvvələrin cəmi də deyə bilərik. Baxırıq sistemimizə, ümumilikdə görürük sistemimizdə üfüqi istiqamətdə olan yalnız bir qüvvə var. O da x istiqamətindədir və dayaq reaksiya qüvvəsidir, RAX-dir. Yazırıq burada RAX. Nəyə bərabərdir? Görürük ki, başqa üfüqi istiqamətdə qüvvə yoxdur. Demək, RAX qüvvəsinin, reaksiya qüvvəsinin qiyməti nəyə bərabər olmalıdır? 0-a bərabər olmalıdır. Demək, RAX reaksiya qüvvəsinin qiyməti 0 kN-dur. Yəni, heç bir belə deyək, qüvvə yaranmır. A nöqtəsində, A dayağında üfüqi istiqamətdə. İkinci bir statikanın müalicə tənliyi isə sigma fy bərabərdir 0-dır. Demək, bu deməkdir ki, şaquli istiqamətdə olan qüvvələrin cəmi 0-a bərabər olmalıdır. Sistemimizin müvazinətdə olması üçün. Demək, o zaman biz görürük ki, sistemimizdə 5 şaquli istiqamətdə qüvvə var. İkisi dayaq reaksiya qüvvəsidir, RAY və RBY, aşağıdan yuxarıya doğru tətbiq olunmuşdur və müsbət olacaq buna görə. Digər üçü isə xarici topa yüklərdir və yuxarıdan aşağıya doğru şaquli istiqamətə tətbiq olunmuşdur. Ona görə də bunlar mənfi olacaqdır. O zaman biz deyə bilərik ki, RAY plus RBY minus 40 kN, yəni F1 40 çıxılsın F2, yəni 32, çıxılsın F3, yəni 16, bərabərdir neçəyə? 0-a bərabər olmalıdır. O zaman da buradan müəyyən edirik ki, RAY plus RBY bu ifadəni bərabərliyin digər tərəfinə keçirsək, 88 demək kN olmuş olur. Demək, bu iki şaquli dayaq reaksiya qüvvəsinin cəmi 88 kN-dur. Lakin hər bir dayağın, hər bir dayaq reaksiyasının ayrı-ayrılıqda qiyməti nəyə bərabərdir? Onu müəyyən edə bilmirik. Bu tənliklərdən, bu iki müalicə tənliyindən. Ona görə biz statikanın üçüncü müalicə tənliyinə müraciət edirik. Bu da hansıdır? Sigma M hansı nöqtəyə görə moment alacaqsa, həmin nöqtənin adını buraya yaza bilərik. İstəsək C nöqtəsinə görə ala bilərik. İstəsək D, istəsək Y, onda daha çətin olur. Amma çalışaq ki, bizim iki məhsulumuz var. Məhsullardan birinə görə moment alaq.
Yəni ya A nöqtəsinə görə, ya da B nöqtəsinə görə alsaq daha asan həll edə bilərik. Allah A nöqtəsinə görə, ona görə M-in indeksinə A yazırıq, bərabərdir 0. Çünki görürük ki, A dayağında ikinci növ dayaq olduğu üçün moment 0-a bərabərdir. O zaman A nöqtəsinə görə momentlərin cəmi nəyə bərabər olacaq? 0-a bərabər olacaq. Və hər zaman da bilirik ki, hesablayan zaman momentin işarəsini öncədən müəyyən etməliyik. Adətən də momentin əgər belə deyək, qüvvə moment cismə, sistemə saat əqrəbi istiqamətə təsir göstərirsə mənfi, saat əqrəbinin əksinə təsir göstərirsə müsbət qəbul edilir. Bu məsələdə də saat əqrəbinin əks istiqamətinə müsbət götürək və onu momentin qabağında yazaq ki, yaddan çıxmasın və A nöqtəsinə görə bu qüvvələrin momentlərini hesablayaq. Momenti necə hesablayırıq? Qüvvəni seçilmiş nöqtəyə qədər olan məsafəyə vurmaqla, perpendikulyar məsafəyə vurmaqla. Demək, A nöqtəsində olan qüvvələri isə nəzərə almırıq. Çünki ERA-X qüvvəsidir A nöqtəsindən, bir də ERA-Y də A nöqtəsinə tətbiq olunmuş. Bu qüvvələrin hər birinin təsir xətləri A nöqtəsindən keçir. Əgər təsir xətləri A nöqtəsindən keçirsə bu qüvvələrin, demək bu qüvvələrin A nöqtəsinə görə momentləri nəyə bərabərdir? 0-a bərabərdir. Ona görə bunları yazmırıq. Yazırıq digər qüvvələri. Hansıdır? Məsələn, A nöqtəsindən sağ istiqamətdə gəlsək, birinci F1 qüvvəsidir 40 kN-luq. Görürük ki, bu qüvvə bu A nöqtəsinə necə təsir göstərir? Saat əqrəbi istiqamətinə baxın. Oxla yerə gəlsə, bu nöqtəyə görə saat əqrəbi istiqamətində təsir göstərir. Demiş ki, saat əqrəbi istiqamətində olduqda mənfi qəbul edirik. Yazırıq mənfi 40 vurulsun, bu qüvvədir. Vurulsun qola. Qol nə qədər olur? Qüvvəyə perpendikulyar istiqamətdə seçilmiş nöqtəyə qədər. Qüvvəyə perpendikulyar istiqamətdə seçilmiş nöqtəyə qədər baxın bu məsafə olacaq. Yəni 0.6. Vururuq 0.6. İkinci qüvvə hansıdır? F2 qüvvəsidir. 32 kN qüvvədir. Baxırıq ki, bu da F1 kimi seçilmiş nöqtəyə saat əqrəbi istiqamətində təsir göstərir. Ona görə yenə mənfi yazırıq. 32 kN vur məsafə. Məsafə nə qədərdir? D nöqtəsindən A nöqtəsinə qədər qüvvəyə perpendikulyar istiqamətdə. Yəni buradan bura qədər. Nə qədərdir? 0.6 üstəgələ 0.9. Yəni 1.5 metr. Digər qüvvə isə görürük Y nöqtəsində tətbiq olmuş F3 qüvvəsidir. Yəni 16 kN. Bu da C və D qüvvələri nöqtəsinə tətbiq olunmuş F1, F2 qüvvələri kimi A nöqtəsinə saat əqrəbi istiqamətində təsir göstərir. Yəni mənfi yazırıq. Mənfi 16. Vurulsun məsafə. Məsafə nə qədərdir? Demək, E nöqtəsindən A nöqtəsinə qədər perpendikulyar istiqamətdə qüvvəyə nə qədərdir? 1.5 üstəgəl 0.9 üstəgəl 0.6 edir 3. Bir də burada var. Bir qüvvə dayaq reaksiya qüvvəsidir. RBY. Onun qiymətini bilmirik. Çünki hələ onu tapırıq. RBY A nöqtəsinə necə təsir göstərir? Baxın, bu istiqamətdə saat əqrəbinin əks istiqamətində təsir göstərir. Ona görə müsbət yazacağıq. RBY qüvvəsi vurulsun məsafə. RBY qüvvəsindən A nöqtəsinə qədər perpendikulyar məsafə. Yəni füqmə. Nə olacaq? Bütün tirin uzunluğu. Bura qədər 3 metr idi. Bu da 0.2, 3.2 metr. Bərabər də nə olmalıdır? 0. İndi isə bu tənliyi həll edib buradan RBY tapmaq lazımdır. O zaman burada yazırıq ki 3.2 vur RBY bərabərdir. Mənfi işarə olduğuna görə bərabərliyin digər tərəfinə keçirsək, buradan da olur. Demək, kalkulyatorla hesablayaq buranı. %20. 3.2 vurulsun RBY bərabərdir 120 kN. RBY də buradan tapsaq bərabər olur 37.5 kN.
RBY-in qiymətini gətirib bu tənlikdən yerinə qoysaq, buradan RAY-i tapa bilərik. RAY bərabər olur 50.5 kilonewton. Beləliklə biz statikanın müvazinət tənklərindən istifadə edərək sistemin dairə reaksiya qüvvələrini nə etmiş olduq? Tapmış olduq.